Salam, hörmətli valideynlər. Bu gün sizlərə Peyğəmbər sünnəti, yəni hipospadiyadan danışmaq istəyirəm. Hipospadiya sidik kanalının cinsiyyət üzvünün ucunda yox, daha aşağı səviyyələrə açılmasına deyilir. Adətən bu uşaqların valideynləri özləri evdə bu problemi müşahidə edirlər. Bəzi yüngül hallarda isə valideynlər bu problemi görməyə də bilər. Bəs hipospadiyanın əlamətləri nədir? Sidik kanalının cinsiyyət üzvünün başında yox, aşağı hissələrində açılmasıdır. Bəzən cinsiyyət üzvünün əyri olması görünür. Bəzən isə dəri sidik cinsiyyət üzvünün arxa hissəsində toplanması görülür. Adətən bu uşaqların valideynləri bunu evdə özləri müşahidə edirlər və bizə müraciət edirlər. Bu uşaqların müalicəsi cərrahidir. Biz bunlara 6 ayından 1 yaşına qədər əməliyyat olunmasını tövsiyə edirik. Hipospadiya əməliyyatlarında taktika çox müxtəlifdir və bu hər bir uşağa individual olaraq seçilir. Lakin taktikanın fərqli olmasının asılı olmayaraq bizim buradakı məqsədimiz kanalı orqanın aşağı hissəsindən uc nahiyəsinə gətirməkdir. Adətən biz bu uşaqların valideynlərinə tövsiyə edirik ki, bu uşaqlara qətiyyən sünnət olunmaz. Sünnət olunması o əlavə olan dərinin götürülməsinə gətirib çıxaracağından gələcəkdə bizim eləyəcəyimiz rekonstruktiv əməliyyata çətinliklər törədə bilər. Və nəzərinizə çatdırmaq istəyirəm ki, bu uşaqlarda bu hipospadiya ilə yanaşı 10% hallarda digər uroloji problemlər də ola bilər. Buna görə bu uşaqların bir uroloji olaraq da dəyərləndirilməsi mütləqdir. Valideynlərə tövsiyəm bundan ibarətdir ki, əgər uşağınızda belə bir problem müşahidə edirsinizsə, mütləq vaxt itirmədən bir uşaq cərrahına və ya uşaq uroloğuna müraciət edəsiniz.